Salam qardaş, hər vaxtınız xeyir. Necəsiniz, nə var nə yox? Naxçıvan şəhər bu sizdən aldığım arinara sortudur bu. Çeşididir. Belə dediyiniz kimi çıxıbdı, yaxşıdır. Əladır. Yaxşı cəhətlərindən biri də odur ki, əsasən istiyə dözümlülüyüdür. Bilirsiniz, Naxçıvan həm soyuğu sərt olur, həm də istisi. Mən bunu bu parnik əkəndə təxminən 40 dərəcə isti var idi, 40-ın üzərində. Yəni parnikin içində 50 dərəcə istilik var idi. Bundan yanaşı mən başqa çeşid də əkmişdim. O da hibrid idi, düzdür. F1 idi, amma bu effekti vermədi. Demək olar ki, 80% stil dözmədi istiyə. Amma bu sizin o verdiyiniz toxumdur, həqiqətən dediyiniz kimi çıxdı. Torpağa əkiləli 25 gün, 30 gün arasında güclü kök sistemi var. Yaxşıdır yəni. Məhsuldakı hələ ikinci yığım eləyəcəyik biz. İkinci yığım demək olar ölçülər də yaxşıdır yarın və əsas məsələ çəkiyə də yaxşı gəlir bu. 3-4 gün öncə birinci yığım olmuşdu. Yaxşıdır yəni. Əladır demək olar ki, Naxçıvan istisinə dözə biləcək çeşidlərdən biridir. Budur. Belə baxa bilərsiniz. Yaxşıdır yəni. Əladır. Yaxşı cəhətlərindən biri də odur ki, yarpaqları sıx-sıx düşür bu. Bəzi çeşidlər var, yarpaqlar demək olar bəlkə az qalar 25-30 santimdən bir yarpaq olar. Yarpağın dibindən məhsul verir. Amma bunda elə deyil də, yaxındır. Baxın buradan demək olar 6-7 santim, 5 santim, burada 10 santim, burada yenə 2 santim, 3 santimdir yarpaqların arası. Belə sağ olun, Allah işinizə bərəkət versin. Çox sağ olun.